Salam aleykum, Binəqədidəyəm hal-hazırda. Salam qardaş, necəsiz? Adınız nə oldu? Adım Famil. Hə, Famil qardaş. Qızlar necəsiz? Yaxşı. Sizin adlarınız nədir? Mənim Zəhra. Aytəc. Aytazla Zəhra. Hə, keçən evə mən gəlirəm. Siz gedin, mən Buyurun, gəlirəm. buyurun. İki qız mənə atalarından götürüb telefonu mənə yazıblar ki, vəziyyətimiz çətindir. Anamız bizi qoyub gedib. Əvvəldən tək böyüyüblər də, ataları böyüdüb. Hə, qardaş, burada yaşayırsınız? Bəli, bəli, bəli. Burada. Kirayə yoxsa öz evində bura? Atalar burada doğulub böyüyüblər, hə? Bəli, bəli, bəli. Evet, 2013-cü ildən ta bu günün, bu vaxtın özünüzdə mənim himayəm altındadır. İmtina elədik və biz çağırıldıq polis bölməsinə. Orada da imtina əcəsi yazdı ki, mən uşaqlardan imtina edirəm. Ta bu vaxtın özünüzdə mənim himayəm altındadır. Tək tanı böyüdüləm, anam yox, atam rəhmətə gedim, anam rəhmətə gedim, bacım yox, qardaşım yox. Sən yığıb satırsan? Bəli, bəli, axşamlar çıxıram, bunları yığıram, aparıb satıram. Seriallarda bir gün çəkilirəm, 2 gün yox, 3 gün yox, 5 gün otururam evdə. Sən bayaq dedin, nə ehtiyac var? Qardaşım, bayaq dedin, nə ehtiyac var? Ərzağa, produkta ehtiyac var. Bu produkt, ərzaq məsələlərini necə həll edirsən bəs? Heç nə, gedib o televizyon qablarını satıb, gedib. Ancaq orada məsələn 5 Ancaq manat, 10 orada, manat elə evet. dolan. Dərsə gedirsiniz, oxuyursunuz. Bəli, dərsə gedib oxuyuruq, məktəbə gedib gəlirik. Anavızla danışıb edirsiniz. Danışmaq da istəmirik, danışmaram da. Gəlsə də heç bağışlamaram da onu. Sən böyük bacı sənsən? Bəli. Sən baxırsan bacıva. Bəli, mən baxıram. Halal olsun sizə. Çox tərbiyəli, mərifətli, ağıllı qızlarsınız. Nə vaxt nəsə lazım olanda birinci mənə zəng eləyin, yaxşı? Təşəkkür edirəm. Allah razı olsun. Sən heç anandan xəbər tutmusan, danışmısan, heç danışmamısan heç vaxt? Yox. Bu videonu görsən nə demək istəyirsiniz ona? Bir gün peşman olacağını bilirəm. Gəlsə də, yalvarsa da bağışlanmam heç vaxt. Çünki nə qədər əzab verib, əziyyət verib bizə. Məktəbə də belə oxumağa qoymayıb. Allah sizə xeyir versin gələcək günlərinizdə. İnşallah vaxt zaman gələr siz özünüz öz uşaqlarınıza yaxşı sahib çıxarsınız. Sizə bir böyük qardaşınız kimi bu sizin ürəyiniz nə istəyir gedin alın, narahat olmayın, pul qutarsa mən varam, yenə gətirib verəcəm, yaxşı? Əziz qardaşım, bu da sənin gəl.